Salam hörmətli izləyicilərimiz, bu günləri sizə Xırdalandan düz görürsünüz, Bakı-Sumqayıt yolunun üstüdür. O deməkdir ki, Xırdalanın düz girişidir. Blue City kompleksindən kompleks halında şəklində tikilmiş bir binalardan tam yaşayışlıdır mənzilimiz. 3 otağa düzəlmə mənzil təqdim eləməyə gəlmişəm. Əslində 2 otaqlıdır proyektlə, şirkət proyektindən, amma rahatlıqla 3 otağa da düzəldə bilərsiniz. Sizə mənzilimizin balkonunu və mənzərəsini göstərdim. Qaz sayğacını görürsünüz. Binada tam yaşayışlı binadır. Qazı, suyu, işığı var, daimidir və bu kompleksin tikintisi tamamlanandan sonra çox mükəmməl bir şey, bir kompleks olacaq. Çünki məktəb, bağça, hər bir şey içində olacaq. Deməli, sizə göstərirəm evi. Evimizin müsait 83 kvadratdır və ev yiyəsi vaxtı ilə burada ara kəsmələri götürüb. Çünki özü üçün istəyib, özü istədiyi proyekti versin. Mən sizə istəsəz evin şirkət proyektini göndərə bilərəm. Qanuni 2 otaqlı kimi şirkət buranı saxlayıb ev yiyəsi 3 otaqlı kimi təqdim eləmək istəyirmiş. Bu isə yəni fikrindəymiş ki, belə özü üçün düzəltsin. Sadəcə planlar dəyişdiyinə görə evi satır. 82 kvadratı 105.000 manata verir. Sizə deyim ki, bu şirkət hal-hazırda ev 1200 civarında düşür bir kvadratı. Şirkət isə hal-hazırda 1400 manatdan aşağı vermir. Burada Padmayak mənzilləri. Göstərirəm sizə mənzili ümumi şəkildə. Padmayak olduğuna görə, ara kəsmələr söküldüyünə görə proyekti inşallah özünüz verəsiniz. Belə bir hələ ki open space kimi ev yiyəsi saxlayıb. Həyəti də lazım olsa sizə videosunu göstərə bilərəm. Şərtlər belədir ki, ev yiyəsinin şirkətə 38.000 borcu var. Əgər istəsəz, şirkətin amma tələbi odur ki, 1 il ərzində 38.000-i bağlamalısınız. Yəni 105.000 evin qiymətidir. Əgər hansısa bir balaca bir məbləğ çatmasa, onu bir borc halında eləyib şirkətə, yəni ki, siz yavaş-yavaş 1 il ərzində ödəyə bilərsiniz. Yəni belə də etmək olar. Buyurun, gəlin, baxın. Bugünə bu qədər, sağ olun.